Dilin təhrif olması nə deməkdir? Dilin təhrif olunması əslində çox geniş mövzudur. Yəni bu elə bir mövzudur ki, əslində günlərlə danışmaq olar. Amma fikirləşirəm ki, biz burada konkret və qısa, lakonik şəkildə bunu ifadə eləməyə çalışsaq, dilin başqa dillərin təsiri altında əzilməsidir məncə. Çünki dil özü-özlüyündə heç bir şəkildə təhrif oluna bilməz. Yəni hətta ondan səhv istifadə eləsən belə. Burada fərqli dillərin sənin dilinə təsiridir əsas mövzu. Fərqli dillərdən gələn sözlərin sənin dilində olan qarşılığındakı sözləri, qarşılığında olan sözləri əzib onun yerinə oturmasıdır deyə düşünürəm. Mövcud sözləri başqa mənalar yükləmək dili təhrif edirmi? Mövcud sözlərə başqa mənalar yükləmək. İki başlı deyirlər, türkün məsəli deyirlər. Bu əsasən mən belə fikirləşirəm ki, arqo kəlmələrlə bağlıdır və yaxud hər hansısa bir sözün arqo olaraq istifadə olunmasıdır. Yəni biz əslində bu mövzudan danışırıqsa, birinci öz dilimizi də tam düzəltməyə çalışmalıyıq. Mükəmməl olmasa da düzəltməliyik deyə düşünürəm. Bu iki başlı sözlər, türkün məsəli ilə başlayan fikirlər, ideyalar, sözlər məncə əsasən arqo ifadələrdən başlayır. Bu son vaxtlar əsasən də yaşlı nəsil üçün böyük bir problemə çevrilib deyə düşünürəm. Çünki mən bununla tez-tez qarşılaşıram. Məsələn, yaşı təxminən də belə deyək, 40-dan yuxarı olan insanlar indiki gənclərin arqo olaraq istifadə elədiyi normal sözləri qəbul edə bilmirlər. Və onlar hətta o sözlərdən istifadə edəndə gənc nəsil, qəbul edirəm, bəzən mən də, yəqin ki, bir çoxumuz deyirik ki, onu demək olmaz. Niyə olmaz? Ona görə olmaz ki, bu pis sözdür. Amma əslində belə bir şey yoxdur. Ona görə də başqa mənalar yükləmək də müəyyən qədər yəqin ki, dilimizi pozur, təhrif eləyir. Amma bunun qarşısını almaq üçün də nə etmək lazımdır? Bu biraz artıq qarışıq. Bu mövzumuzun sonudur. Səncə sosial media dil pozuntularına qarşı hər hansı bir təbliğat, yəni gəl yaxşı ən sadə dildə deyim, sosial şəbəkələr dilimizi düzəldə bilər yoxsa ancaq pozmaq üçün var? Mən belə fikirləşirəm ki, bu biraz bayaqki kimi iki başlı mövzudur. Çünki sosial medianın bizə təklif elədiyi hər şey sadəcə sürətlə bağlıdır. Hər şey daha sürətli bir hala gəlir. Ümumiyyətlə insanlar əvvəllər uzun videolar izləyirdi. İndi o videolar 1 dəqiqəyə keçir, reelslərə çevrilir. Hətta biz özümüz də reelsdən istifadə edirik ki, insanların diqqətini çəkə bilək. Bu hətta mən indi bəzi dostlarımla danışanda görürəm ki, onlar 1 dəqiqəyə belə səbr eləyə bilmir. Deyir ki, nə qədər qısa olsa, sən fikrini mənə nə qədər qısa 2x-də baxırlar, sürətlənmiş çatdırsan, 30 saniyədə, 15 saniyədə bu daha məqsədə uyğun olar ki, baxılasan. Bu baxımdan yanaşanda sosial medianın dilə və yaxud ümumiyyətlə hansısa bir məsələyə müsbət təsir eləyəcəyini reklam xaricində, yəni tanınmaq, reklam üzü olmaq ya da məşhur bir simaya çevrilmək xaricində hansısa bir məsələdə çox da faydalı ola biləcəyini düşünmürəm. Çünki qısaldıqca keyfiyyət azalır istər-istəməz. Yəni hər şey o qədər sürətlənir ki, biz onun içində keyfiyyət qatmağa çalışmırıq. Səncə 30 saniyə ərzində bir insan maariflənə bilər? 30 saniyədə necə maariflənə bilər? Məsələn, bizim əvvəldə danışdığımız ideyalar var. Məsələn, hansısa bir söz əslində bizim dilimizdə necədir? Qarşılığı. Bu tip bəlkə olan konkret öyrədici videolar ola bilər ki, məsələn, indi mən danışıram, özüm danışa-danışa fikirləşirəm ki, öyrədici sözündən istifadə eləməliyəmmi, yoxsa biz başqa bir sözlə bunu ifadə edirik, maarifləndirici mi deməliyəm? Yəni əslində bu problem deyəndə də onu qeyd edeyim ki, dil problemi. Dilimizə türkçədən, rusçadan, ingiliscədən keçən sözlərin bizə görə yaratdığı problem əslində bizim özümüzdə də var və biz bayaqdan elədiyimiz söhbətlərdə də bunu görürük və bunu düzəltməyə çalışırıq. Dildarların, ümumiyyətlə Dildarlar platformasının nümayəndələrinin heç birinin belə bir iddiası yoxdur və biz demirik ki, biz mükəmməl bilirik. Biz bu gün də öyrənirik. Məqsədimiz bir yerdə öyrənməkdir, öyrəndikcə də öyrətməkdir.
Yəni mükəmməlləşməyə çalışırıq da, mükəmməl Nə qədər olmasa da, mümkündürsə. mümkün olduğu qədər razıyam bu fikrə. İmran, gəl ondan danışaq ki, blogerlər və influencerlər qətiyyən belə düşünmürlər ki, onların üzərində müəyyən bir dil Təzyiqi var. təzyiqi ya da məsuliyyəti deməliyəm. Yəni onlar özlərini məcbur hiss eləmirlər ki, biz öz dilimizdə normal, düzgün danışmalıyıq. Axı siz üzdə gözdə olan insanlarsınız da, yəni müəyyən qədər. Bəs bu baxımdan səncə sən biraz diqqətli olmalı deyilsənmi? Ümumiyyətlə biz nəyisə müzakirə edəndə qarşı tərəfin də fikirlərini ən azından hansısa bir hissədə düşünməliyik. Yəni fikirləşməliyik ki, niyə qarşı tərəf buna diqqət eləmir, səbəb nədir və niyə eləyir? Bu sualın cavabı konkret odur ki, qarşı tərəfin, yəni blogerlərin, influencerların, necə deyilirsə artıq, buna və ümumiyyətlə ciddi mövzulara heç bir şəkildə diqqət eləmədiyini düşünürəm. Bəlkə istisnalar var, amma tanımıram, yəni konkret bilmirəm deyə bunu deyə bilməyəcəm. Amma indi özümüzə o sual verməliyik. Məsələn, mən hansısa bir məhsulu insanlara təqdim etməyə çalışıram və bunun Azərbaycan dövləti ilə, Azərbaycanla, bizim milli mənəvi duyğularımızla heç bir əlaqəsi yoxdur. Mən burada Azərbaycan dilini qorumağa çalışarammı? Yəni şəxsən mən və ya şəxsən sən və ya elə bizim platformamızda olan başqa üzvlər. Məncə bu hansı fəaliyyət növü ilə məşğul oluruqsa olaq. Yəni bu şuurdur da, bu bir fərqindəlikdir. Sual odur ki, olaramı? Məsələn, burada artıq cavab şəxsiləşir. Yəni cavab konkret ola bilmir ki, hə olaram. Mən öz tərəfimdən deyirəm ki, mən olaram. Yəni mən istənilən mövzuda danışanda və ya istənilən yerdə çıxış eləyəndə deyim, indi olur da bəzən öz sahəmizlə bağlı Azərbaycan dilini qoruyub saxlamağa çalışıram. İndi blogerlər tərəfdən baxanda bəzi insanların fikri tamam fərqli olur. Deyir ki, mən rusca danışmalıyam ki, mənim məhsulumdan ruslar daha çox istifadə edir və yaxud rus dilli kütlə daha çox istifadə edir. Amma mən Azərbaycandayam. Azərbaycanın çörəyini yeyirəm, amma mənim üçün fərqi yoxdur da, mənim dilim heç bir əhəmiyyət kəsb eləmir. Amma burada tələb təklif ortaya girir və baxırsan ki, bəzən istisna hallarda bu dilli konkret istifadə edən insanları qınamaq olmur. Çünki görürsən ki, həqiqətən də onun bütün izləyiciləri bu dildən istifadə edir. Bu artıq ümumi bir problemə çevrilir. Tək o blogerin yox, ümumiyyətlə kütlənin problemi ki, nə üçün mən öz dilimdə başa düşmürəm? Nə üçün mən öz dilimi danışa bilmirəm və niyə mənə insanlar nəyisə çatdırmaq üçün başqa dildən istifadə etməlidir? Yəni bu artıq şəxslərə yönəlmir, bizim qlobal problemimizə çevrilir ki, niyə belədir? Burada ola bilər məsələn, türkcə danışan insanlar bildiyimiz kimi çoxdur Azərbaycanda. Ümumiyyətlə Azərbaycan dilinin təhrif olunması dedikdə ağlımıza nədənsə bir rus dili bu istiqamətdə bölünən azərbaycanlılar, rus dilinə meylli olan, bilən, danışan demirəm, hələ meylli olan, bir də Türkiyə türkcəsindən daha çox istifadə edən və hər iki dili qarışdırıb, Türkiyə türkcəsi ilə Azərbaycan dilini qarışdırıb danışanlardır. Səncə bu təsir nə vaxtdan başlayıb? Məncə Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri son dövrlərdə yaranan bir şeydir. Çünki əvvəl belə bir düşüncənin formalaşması üçün elə də bir səbəb olmayıb. Çünki ortaq coğrafiyada yaşamaq məsələsi olub həmişə. Hətta ortaq dövlətlərin yəni səni birləşdirdiyi dövrlər olub ki, yəni sən fikirləşməmisən ki, mənim hətta ortaq dil olmağına daha çox tələb olub yəqin ki, insanların bir-birini başa düşmək üçün, amma nə vaxt ki Azərbaycan olaraq müstəqil dövlət olub, bizim dilimiz var və dilimizin leksik, orfoqrafik, necə deyim, fonetik bir çox qanunu, qaydası, əməl eləməli olduğumuz fərqli bir qanunlar toplusu var. Biz artıq rahatlıqla deyə bilirik ki, bizim dilimiz Türkiyə dövlətinin dili deyil. Bizim dilimiz türk dili ola bilər. Amma bu Türkiyə ilə bağlı olan türklük deyil. Türkiyə ayrı bir dövlətdir. Məsələn, ortaya çıxan problemlərdən biri budur ki, qardaşıq,
bizim ömür boyu dostluq münasibətimiz olub, fərqli dövrlərdə kiminsə təsiri ilə o dostluq pozulub. Amma məsələ burasındadır ki, biz ortaq dildən istifadə eləmirik. Bizim ayrı qanunlarımız var, bizim ayrı əməl eləməli olduğumuz qaydalar var və onların ayrı. Yəni nə qədər ki belə bir qanun hər nə qədər müzakirə olunur və ya olunmursa, qəbul olunmayıbsa, biz öz dilimizdə danışmalıyıq. Və bunun heç bir digər açıqlaması məncə ola bilməz. Biz qardaşıq, biz o dili başa düşürük, hamımız o dili bilirik. Təbii ki, yəni biz qardaşıq problem deyə deyil. hansısa bir dilin və ya hansısa bir dövlətin altında əzilməməli. Bu ifadə biraz ağır səslənə bilər, amma yəni mən belə görürəm. Çünki biz Türkiyə sözlərindən istifadə edəndə və yaxud bəziləri kimi konkret olaraq türkcə danışanda bu mən inanmıram ki, Türkiyədə yaşayan hansısa bir insana xoş gəlsin. Hətta mən onlar bizi inanmıram lağa ki, qoyur, onlar bizimlə məsxərəyə qoyurlar və lağ edirlər bizimlə ki, yəni hə bunlara bax bizim dilimizdə danışırlar. Və mən inanmıram ki, bu Türkiyəyə olan sevgidən irəli gəlir. Məncə bu biraz rahatlığa qaçmaqdır. Yəni insan özünü əziyyətə vermək istəmir, rahatlıqla danışmaq istəyir və danışanda ağlına gələn ilk ifadələr nədirsə, bu türkcə də ola bilər, rusca da ola bilər. Bir çox söz var ki, məncə biz özümüz belə bəzən rusca, türkcə istifadə edirik və dayanıb fikirləşirsən ki, niyə? Yəni niyə iki sual olur da, niyə bu sözün bizdə qarşılığı yoxdur və yaxud bəlkə də var, mən bunu bilmirəm. Niyə bilmirəm? Çünki biz istifadə eləmirik. Niyə istifadə eləmirik? Çünki buna ehtiyac duymuruq. Rusca ilə bağlı məsələ isə təbii ki, SSR dövrüdür. Yəni mən belə fikirləşirəm, Çar dövrü, Çar Rusiyası, SSR və Azərbaycan təkcə dillə, yəni sərhədlənməyəcək şəkildə Rusiyaya bağlı bir vəziyyətdə yaşayıb uzun müddət. Bizim mədəniyyətimiz, hətta binalarımızın tikildiyi, yəni necə deyim, binalarımızın quruluşu belə, onların növü belə, hətta keyfiyyəti belə birbaşa Rusiya ilə əlaqəli olub. Rusiyada necə idisə bizdə də elə idi. Yəni mərkəzi hakimiyyət var idi. Üslublar, memarlıq üslubu, ədəbiyyatımız, musiqimiz uzun müddət təsir altında qalıb. Hə, canlılığını qoruya bilibmi? Məndən soruşursansa, qoruya bilib. Yəni bizim həmişə öz musiqimiz olub, öz incəsənətimiz olub, öz ədəbiyyatımız olub. Çünki bizim tamamilə fərqli milliyyətimiz var da, belə deyim. Yəni biz heç vaxt tam olaraq rus olmamışıq. Buna cəhd eləyənlər olub, amma alınmayıb da, belə deyim. Türkiyə ilə bağlı olan mövzu biraz daha həssasdır. Çünki ortada qardaşlıq, ümumi qan bağı deyə bir şey var. Amma yenə təkrar edirəm ki, bu o demək deyil ki, biz danışığımızda hansısa konkret olaraq türkcə sözlərdən, yəni Türkiyə türkcəsindən istifadə etməliyik. Bunu niyə belə vurğulayıram? Çünki bəzi insanlar deyir ki, biz qardaşıq, onsuz da bizim dilimiz də türkcədir, onsuz da belədir, onsuz da elədir, amma biraz dərindən fikirləşsələr görərlər ki, məsələ bu deyil. Yəni hə, biz qardaşıq. Niyə də yaxşı, onda onlar niyə bizim dilimizdən istifadə eləmir? Niyə bizimlə qardaş olan Qazaxlar, özbəklər ortaq bir dildən istifadə eləmir? Niyə onlar daha çox diqqət eləyir? Niyə onlarda xalq olaraq gənclərin Türkiyəli blogerlərə, türk seriallarına baxmağı ümumi bir qınağa çevrilir. Çünki öz dillərini qorumağa çalışırlar. Hə, onlardan da soruşsan, mən türkəm deyəcək. Onlardan da soruşsan, Türkiyə ilə biz qardaşıq deyəcək. Bəlkə də o tarazlığı qorusalar bu qədər təzyiq altında qalmazlar. Yəni həm seriallara türkcə, türk dilində, Türkiyə türkcəsində baxıb, öz dilini eyni zamanda qorusa. Amma məsələ burasındadır ki, məsələn, biz məcbur edilmişik rus dilinə öyrəşmişik. Rus dili bir növ bizim hətta rəsmi dilimiz olub uzun müddət, amma bundan bəlkə də qurtulmaq üçün daha yaxın olan bir şeyə can atır gənclər, ola bilər. Ya da onsuz da biz öz dilimizdə danışmamağa öyrəşmişik deyə bizim üçün fərqi yoxdur. Türkcə olsun, rusca olsun və bəzi hallarda ingiliscə olsun, yəni bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Gəl biraz bu məsələnin, daha doğrusu daha açıq desək, bu fəlakətin sosial mediada normallaşdırılmasından danışaq.
az imiş kimi blogerlər, influencerlər bu dildə danışırlar aktiv şəkildə. Bəziləri tamamilə o dildə danışır, bəziləri dilləri qarışdırır, danışır, bəziləri məsələn fərqindəlik varkən farkındalıq deyir, heç dilə də yatmır, heç nə bilim nitqi dəxilsiz şəkildə ağırlaşdırır. Bir söz əvvəl dediyin sözlə heç əlaqəsi, ahəngi belə yoxdur. Farkındalıq deyirsən sən. Hər nəysə, bu blogerlər onsuz da var, bu influencerlar onsuz da var. Bir də bunların kütləsi var. Hansı ki, bu qədər dərin düşünmürlər və fikirləşirlər ki, hə biz onsuz da başa düşürük də. Əsas odur ki, o makiyaj məhsulunu mənə tərifləsin və mən başa düşüm ki, nəyə görə onu almalıyam. Yəni veclərinə deyil. Kütlələri də adətən 2 yerə bölünür. O blogeri sevir, izləyir, ondan faydalanır bir növ. Onun hansı dildə danışdığı onun üçün önəmli deyil. Hə, yəni. Amma ilişmir dilinə. Biri də doğrudan deyir ki, hə, falan kəs xan mən sizi çox bəyənirəm, amma gəlin öz dilimizdə danışaq da. Mən yenə tələblə bağlı deyirəm. Çünki məncə o insanlar o tələbi, o kütləni görür ki, o cür danışmağa başlayır. Çünki mən inanıram ki, o insanlar normal öz dilində danışmağa çalışsa, çətinlik çəkəcək. Çünki buna çox diqqət eləməyə çalışdığımız halda biz özümüz də çətinlik çəkiriksə, həyatının heç bir dövründə bu onun üçün önəmli bir hadisə, önəmli bir məsələ olmayıbsa, təbii ki, o yəni daha çox çətinlik çəkəcək. Yəni o fərqi yoxdur onun üçün ki, mən burada farkındalıq deyirəm, mən burada hansısa bir sözdən istifadə edirəm. Belə baxanda bunu necə görmək olar? Mən belə fikirləşirəm. Yəni bizim dilimizdə ə hərfi var. Sonra bir çox hərf var ki, bu hərfin türkcə qarşılığı yoxdur tam olaraq. Hə, nitqdə ola bilər ki, bəzən bəzi sözlərə e yox, ə desinlər. Hətta onların da öz dilçilərinə baxanda doğru danışıq tərzinin ə yox, e olduğunu deyirlər. Nə qədər danışığın içində insanlar sözləri e-ləri ə-yə çevirsələr belə. Məsələn, kendi deməlidir, kəndi deməkdənsə. Hə, məsələn, orada yəni hər hansısa bir sözdə e deməlidir. Bu onlarda qəbul olunan bir şeydir. Onların da problemi budur ki, niyə, yəni onlar demirlər niyə Azərbaycanlı kimi danışırsınız? Çünki oradakı insanların Azərbaycanlı kimi danışmaq deyə bir dərdi yoxdur. Sadəcə dildə daha rahatdır deyə ə-dən istifadə edirlər. Yəni sadəcə bu hərf belə, sonra ğ hərfi belə bizim onlardan danışığımızın tamamilə fərqli olduğunu, yəni kobudluq incəlik olaraq qəbul edənlər də var bunu. Bizim dilimiz incədir, bizim dilimiz kobuddur deyə bu ayrımı eləyənlər də var. Bu fərqliliyi düşünənlər, yaradanlar da var. Amma sadəcə bir hərf belə sənin dilinin tamamilə fərqli olduğunu göstərir ki, niyə bunu deyirəm? Çünki məsələn farkındalıq demək olar ki, bütün samitlər eynidir. QK fərqi var. Amma bizdə fərqindəlikdir. Bəzi insanlar deyə bilər ki, nə fərqi var yəni, hə, eyni kökdən gəlir, fərqdir. Bəziləri hətta deyəcək ki, bu ümumiyyətlə ərəb sözüdür, hərəsi bir şey deyəcək, amma sən bayaq dediyin kimi də, yəni bu bir olsaydı onsuz da bir olardı və biz heç bu mövzudan danışmaq məcburiyyətində də qalmazdıq. Ortada, yəni yaxşı belə deyək, sən bloger olsan və görsən ki, sənin kütlən həqiqətən də bunu istəyir. Mən Azərbaycanda yaşayıramsa, mənim kütləm niyə məndən xarici dildə nəsə tələb eləməlidir? Orada sənin şəxsən problemin deyil də. Sən görürsən ki, sən qabağa getmək üçün mütləq belə danışmalısan. Yəni bizim sən dedin ki, səndən kütlən tələb eləyir. Tərzdə danışmalısan. Necə olacaq? Yəni sən kütləm tələb eləyir, yoxsa mən fikirləşirəm ki, bu zərurətdir qabağa getmək üçün? Sən fikirləşirsən də ola bilər, amma kütlənin daha xoş gördüyü məziyyət budur səndəki. Sən danışığında başqa sözlərdən istifadə eləyəsən. Başqa dillərdə olan. Onda sən nə edəcəksən yaxşı? Yəqin əgər mənim həyatım o bloqum üzərində qurulubsa, mən sabah çörəyi oradan qazandığım pulla alıramsa və s. nə bilim, mən inanmıram ki, mən ona qurban verim dilimizi. Bu məncə daha çox. Cümləni elə başladın ki, mən tamam fərqli bir şey fikirləşirdim. Dedim biz bu masada niyə oturmuşuq, amma yox, mən məncə tamamilə ötən buraxılışımızda da Əkbər dedi ki, olduğun yeri sevməklə əlaqəli bir şeydir. Ona görə məncə bunun əhəmiyyətini həm siyasi tərəfdən, həm mədəni tərəfdən bunun əhəmiyyətini anlayan bir insan üçün inanın ki, o bloq mən ümumiyyətlə bir insanın işinin nəsə bu biraz şey
çox kəskin fikir kimi səslənəcəm. Mən yəni həyatımı bloq üzərində qurmazdım. Hobbi kimi onu istifadə edərdim, amma mənə görə o çox qeyri-ciddi qəbul olunur. Mən demirəm ki, onlar faydasızlar. Mənim izlədiyim, çox sevdiyim blogerlər var, amma mən fikirləşirəm ki, onların üzərində cəmiyyət tərəfindən çox böyük bir təzyiq var və hər nə olur olsun, məhz onlardan başlayırlar. Yaxşı, onlar özləri bu təzyiqi hiss edirmi? Yəni onlar üçün önəmlidirmi, yoxsa belə deyək də sən Məncə onların çoxu anti-reklamlı bir reklam olduğunu düşünürlər Bunu və demək bundan istifadə edib prim dedikləri o qabağa getməyə çalışırlar. Bu da özü başlıca bir, yəni qəbul olunmaz bir şey. Məsələn, biz bir video çəkirik, onun altında yazılan bütün şərhlər bizim üçün ən azından oxuya bildiyimiz səviyyədə, bəlkə bir gün elə olacaq ki, 10 minlərlə şərh gələcək, biz baxa bilməyəcəyik, məsələn, inşallah. Amma hazırda 30 dənə rəy gəlir və biz onların hamısına baxırıq. O insanların fikri bizim üçün əhəmiyyətlidir. Bəs elə ola bilərmi ki, biz bir müddətdən sonra elə bir vəziyyətə gələk ki, ya da elə bir populyarlığa çataq ki, əks fikirlər bizim üçün daha əhəmiyyətli olsun. Yəni nə qədər neqativ rəy olsa bizi daha çox ilhamlandırsın. Yəni bəlkə demək istədiyim odur ki, bəlkə həqiqətən də qabağa getmək üçün əks fikirlər lazımdır. Qoy olsun, onlar həmişə olacaq. Amma səncə biz bunu qəbul edəcəyikmi? Və o podkast fəaliyyətinə davam edəcəyikmi? Yaxşı, səncə elə bir əks fikir ola bilər ki, biz öz fikirlərimizdən daşınaq, deyək ki, biz nə danışırıq burada? Belə bir şey ola bilər. Məncə əlbəttə olur. İnsanlar emosional varlıqlardır. Hamısı bizə müəyyən qədər təsir eləyir. Heç kəs deyə bilməz ki, mən onu o şərhi oxudum və mənim vecimə olmadı. Yox, yəni bizim fikrimizi tamamilə dəyişdirəcək ki, əslində bu fərqin heç bir əhəmiyyəti yoxdur. Qoy insanlar türkcə, rusca, ingiliscə danışsın. Yox. Biz sadəcə onu çatdırma formalarını düzəldəcəyik, dəyişəcəyik, fikirləşəcəyik ki, hə, burada müəyyən səhvlər var. Mən bunu elə ifadə eləmişəm, elə demişəm ki, ya və yaxud bu hər hansı bir texniki məsələ ola bilər, montaj səhvi ola bilər və bunun nəticəsində mənim dediyim söz elə çıxıb ki, hara dartsan ora gedir. Yəni o iki başlı dediyimiz məsələyə gəlib toxunur. Biz planlamışdıq ki, bu sualı sən mənə verəcəksən, amma mən sənə vermək istəyirəm. Səncə bizim dilimizdə ən çox istifadə olunan türkcə sözlər hansı vardı ki, eşidən kimi yəni bariz şəkildə bunun Azərbaycan dilində olmadığını fikirləşirik? Bunlar üzərində məncə biraz düşünmək lazımdır. Amma gəl mən sənə istifadə olunan və bunun Azərbaycan dilində olmadığını düşündükləri sözlərdən danışım. Məsələn, tamam. Tamam yerinə oldu, yaxşı demək lazımdır. Amma əslində bir neçə heç kəsin bəlkə də ağlına gəlmir ki, tamam sözünü demək olmaz. Olmaz deyəndə, yəni bizim dildə o söz yoxdur. Tamam sözü, yəni hə, o mənada yoxdur. Tamam bütöv mənasında var. Mən əslində bir neçə dənə söz qeyd etmişəm. Çünki çox qəribə, paradoksal bir vəziyyət yaranır məndə ən azından. Bu fikri çox yerdə dostlarımla, iş yoldaşlarımla açıram bu mövzunu. Sonra deyirlər ki, məsələn hansı söz? Oturub fikirləşirəm ki, həqiqətən. Doğrudan o sual elə veriləndə insanın ağlına gəlir. Adam qalır. Ona görə də bu səfər hazırlıqlı gəlmişəm, qeyd etmişəm. Birini dedik, məsələn, farkındalıq, fərqindəlik çox yaxın olmağına baxmayaraq, sonra məsələn bilinç sözü var. Bu əsasən blogerlərin ədəbiyyatla, kitab dünyası ilə bağlı danışan insanların çox istifadə etdiyi bilinç sözüdür ki, çox bəsit şəkildə şüur demək olar. Algı sözü ümumiyyətlə ən çox. Yəni bilirsən necə? Onun bizim dildə qarşılığının nə olduğundan daha çox bu sözün deyilməməli olduğunu məncə ön plana çıxarmaq lazımdır. Çünki bir yerdən bəzi məqamlarda haqq vermək olur ki, həqiqətən də o sözün Azərbaycanca qarşılığını tapa bilmirik. Bu hətta bayaq bizim aramızda da oldu. Biz fikirləşdik ki, filan sözün qarşılığı necədir? Bəs yaxşı, yazıq bunu necə desin? Təcrübə sözünü məsələn qeyd etmişəm, deneyim deyirlər. Mən deneyimlədim ki, düzgün gəlmir deyə düşünürəm. Sonra iletişim ən çox eşitdiyim sözdür. Yəni bu sözlər eşitdiyim söz deyəndə nəyə nəzərdə tuturam? Məsələn, dünən bu mövzu ortaya atılanda mən dedim ki, bir neçə videoya baxacağam Azərbaycanlı blogerlərin videolarına. Mən ən çox eşitdiyim sözləri qeyd edəcəm. Toplumsal sözünü eşitmişəm. Özgürlük bilsən necədir? Ola bilər ki,
Bayaq biz söhbət edəndə Sakit dedi ki, o söz əslində bizim dilimizdə də var. 1920-ci ildə hansısa yazıçımız o Türk sözdən dilində istifadə eləyib. Bu doğrudur. Həqiqətən də baxırsan ki, lüğətdə tutaq ki, var həmin söz. Amma məsələ burasındadır ki, birincisi onu türkcə versiyasında deyirlər. İkincisi də həmin söz orada var deyə deyilmir. Yəni o əminəm ki, heç kim, yəni ən azından bir çoxu Hüseyn Cavid oxumayıb tutaq ki, hə orada özgürlük sözü var. Yəni bu sadəcə videolardan Sadəcə görünən arqumentlərdir sözlərdir də. və haqlı Sonra sığortalamaq mən üçün çox özünü. dünən gördüm bireysəl fərdi, bireysəl sözündən istifadə edirlər. Bir neçə videoda gördüm çözüm sözündən istifadə edirlər. Bilirsən necə artıq hansısa sözün istifadəsi önəmini itirir də, yəni hansı olduğu. Baxırsan ki, cümləni tamamlamaq üçün ortada bir dənə ingiliscə, bir dənə rusca, bir dənə türkcə söz olur Axır ki, fikrimi çatdırım. Hə, tək mən dediyim olsun. Belə bir irad bildirilə bilər ki, mən əvvəlcədən bunu bildirim ki, yəni ehtiyac qalmasın. Deyə bilər ki, bizim istifadə etdiyimiz sözlərin bir çoxu əslində mənşəcə ərəb sözüdür, amma bu proses 100 illərlə, bəlkə 1000 illə davam eləyib və bu söz artıq bineyi qədimdən belə deyim, Azərbaycanda istifadə olunur bu söz. Yəni bu hansısa blogerin, hansısa serialın və yaxud xətaya yol vermiş tərcüməçinin ortaya çıxartdığı söz deyil. Bu Azərbaycan lüğətində olan, Azərbaycan dilinə oturmuş sözdür konkret. Yəni bizim onsuz da danışmaq məqsədimiz bu deyil ki, bütün sözlər mənşəcə Azərbaycanda, onsuz da belə bir mənşə də yoxdur. Yəni ona görə o baxımdan bu kiçik fərqi, kiçik məqamı, yəni bizim əslində nə demək istədiyimizi başa düşmək üçün sadəcə qulaq asmaq kifayət eləyəcək. Yəni birbaşa bunlar Türkiyəli yox, türk dedilər məsələsi deyil də. Yəni məsələ budur ki, çatdırmaq istənilən şey tamam fərqlidir. Mən əminəm ki, o videonu onların qarşısına çıxana qədər, yəni hər hansı bir videodan söhbət gedə bilər ya da o həmin videodan söhbət gedə bilər. Əminəm ki, o iki sözü araşdırmamışdılar belə. Yəni araşdıranda da səhv ya da düz əldə etdikləri məlumatı öz lehinə istifadə etməyi bacardılar. Sən Türkiyəli və ya türk ayrımını Türkiyəli, həm də şərhlərdə də o qeyd olunmuşdu ki, Türkiyəli yox, türk və bunu bir müəllimə yazmışdı. Türkiyəli yox, türk, Türkiyəli yox, türk. Ona çox yaxşı cavab vermişdilər. Türkiyə Cümhuriyyəti deyə bir ölkə var da, yəni bu fərqli müəllimə olaraq dilimizin keşiyində məhz siz dayanmalıydınız. Yaxşı, gəlin elə bundan danışaq da. Sən yox, mən yox, bu platforma yox, o blogerlər yox, o influencerlar yox, onun kütlələri yox. Dilimizin keşiyində kim dayanmalıdır? Dilçilər, hansı ki onlara davamlı bu barədə təzyiq göstərirlər. Mən belə fikirləşirəm ki, dilimizin keşiyində kim dayanmalıdır sualının konkret cavabı yoxdur. Amma sənin bu sualın nə məqsədlə verdiyini bilirəm deyə, yəni onda hər kəs dayanmalıdır. Hər kəs dayanmalıdır deyəndə də artıq başqa bir problem ortaya çıxır ki, bəs niyə onda heç kim dayanmır? Bunun cavabı artıq yəqin ki, niyə konkret bir cavabı yoxdur ki? Məsələn, nə ola bilər? Biz dilimizin keşiyində kim dayanmalıdır? Dilçilər, yəni sən özün sualın içində dedin ki, təzyiqlərə məruz qalır və dayana bilmir. Yaxşı, bəs bizim dilimizin keşiyində kim dayanmalıdır? Ya da yaxşı belə deyək, kim dayanır? Məncə dilini sevən, özünü buna sevsə də sevməsə də məcbur hiss edən insanlar dayanır. Yaxşı, bəs o insanların nə qədərdir? Hansısa bir təsiri varmı? Yəni nə qədər böyük bir kütlə Məncə ən olmalı ki, dilə azından sahib çıxmaq olsun? Öz ətraflarını düzəldirlərsə, danışdıq şey redaktə edirlərsə və yaxud bunun üçün hər hansı bir ictimai təşəbbüs həyata keçirirlərsə, düşünə bilərlər ki, hə o bir damcı bir qatqıdır, bir damcı bir töhfədir. Məncə dama-dama göl olar. Bizdə məncə problem ümumiyyətlə dilə keçən sözlər yox, hətta cümlə quruluşlarıdır. Məsələn, bəzi sözlər var ki, Türkiyəlilər o sözü cümlənin sonunda deyəndə heç bir dil tərifinə yol vermir. Amma biz həmin sözü, məsələn belə sözü, mən fikir verdim, bayaq sən də danışanda cümlənin sonunda belə dedin. Amma Azərbaycan dilini nəzərə alsaq, görürük ki, bu düzgün gəlmir də.
Hətta onlar bunu düşünməmişdi belə deyə bir təxmini də bu Araşdırmamışdı bir belə. cümlə, hə. Amma əslində bizim dildən bu düzgün gəlmir. Məsələ burasındadır ki, Sağ ol biz ki, məni səhv çıxartdın. Artıq ikinci dəfədir. Biz bayaq danışmışdıq ki, özümüz danışanda o sözləri Mən zarafat düzəldəcəyik. edirəm, mən tənqidlərə açığam və mən istəyirəm ki, Siman məni zarafat elədiyimi demin, amma eybi yox. mən istəyirəm ki, məni davamlı düzəldəsiz ki, inkişaf eləyə bilim. Yəni məncə hər birimizin, mənim də, sənin də, yəqin ki, bir çox insanın, hətta bu mövzu çox belə yaralı yerimdir deyən insanın da bir çox düzəlişə ehtiyacı var. Çünki biz sadəcə bunun üçün çalışırıq. Bayaq sən də qeyd elədin, biz söhbətdən əvvəl də qeyd eləmişdik bir yerdə. Mən də qeyd elədim hətta ki, biz mükəmməl danışdığımızı və ya dili mükəmməl bildiyimizi iddia eləmirik. Amma bunu düzəltməyə çalışırıq və məsələn düzəltmək deyəndə sən deyirsən ki, dilin keşiyində kim dayanmalıdır? Biz ətrafımızı düzəltməliyik. Məsələn özümdən götürsəm, mənim yaşı ona çatmayan qohumlarımın bir çoxu öz aralarında ya ingiliscə danışır, ya da türkcə. Son vaxtlar mən öz aralarında rusca danışan uşaqları daha az görməyə başlayıram və bu uşaqların bir çoxu Azərbaycanca sözləri ifadə eləyə bilmir, istifadə eləyə bilmir. Öz fikirlərini əksər hallarda daha doğrusu türkcə ifadə edirlər və ya valideyn təzyiqi ilə ingiliscə danışırlar. Və sonda valideyn uşağının dilinə nəzarət eləmirsə və yaxud öz istəyi ilə uşağın dilini ingilis dilinə, türk dilinə, rus dilinə, ispan dilinə fərqi yoxdur. Yəni burada biz konkret bir dildən danışmırıq. Çevirirsə, onda bəs bu problemi necə həll edə bilərik? Məsələn, mən bacardığım qədər deyirəm ki, yox, bax bu sözü demə, belə danışma, öz dilində danış. Amma mən o uşağı 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə görürəm. Bəs bu uşağın məktəbdə olan vəziyyəti, evdə olan vəziyyəti, izlədiyi, mən baxdığı cizgi filmlər, hətta filmlər deyim, seriallar mı deyim, oxumağa çalışdığı kitablar mı deyim, bütün bunlar və yaxud adi, məsələn, indi bilirsən də moddur. Uşağı sakit eləmək üçün telefon verirlər ki, get nə istəyirsən bax. Səncə o uşaq Azərbaycanca hər hansısa bir video ilə qarşılaşırmı? Ya da qarşılaşdığı o videolarda Azərbaycan dilinin normalarına riayət eləyirlərmi? Ya da ümumiyyətlə bunu önəmsəyən biri varmı? Məncə yoxdur. Yəni varsa da çox nadir. Hətta biz tək çıxış yolu kimi bunu tədris müəssisələrinə görə bilərik ki, hə evdə baxmır, evdə ona göstərmirlər, özü öz xoşluğu ilə öyrənməyə çalışmır, amma heç olmasa getsin onu məktəbdə öyrətsinlər. Məktəbdə öyrədirlərmi? Bu da ayrı bir sualdır. Məsələn, bizim söhbətimizin əsas məğzi bu idi ki, bu gün mən belə fikirləşirəm. Yaxşı, biz bunu necə düzəldə bilərik, buna necə təsir edə bilərik? Birinci növbədə məncə bu insanın özü üçün önəmli olmalıdır. Yəni sən bunu düşünməlisən ki, dəyişəsən. İkinci də belə deyə bilərəm ki, məsələn özümdən örnək verə bilərəm. Mən 10-cu, 11-ci sinifə qədər Azərbaycanca normal danışa bilmirdim. Hətta dərs danışanda da normal danışa bilmirdim. Müəllimələr çox irad tuturdu, evdə valideynlərim irad tuturdu. Və pis cəhəti odur ki, mən bundan sonra universitetə girəndən sonra da Türkiyədə yaşamalı oldum. Türkiyədə oxudum. Düzdür, 1 il nəysə burada oxudum, sonra getdim. Və mənim oxuduğum, izlədiyim hər bir şey türkcə idi və mən hətta özüm şəxsən oturub hansısa mövzu haqqında fikirləşəndə də türkcə fikirləşirdim. Amma mən o vəziyyətdən, demirəm indi çox mükəmməl vəziyyətdəyəm, o vəziyyətdən bu vəziyyətə gələ bildimsə, birinci növbədə bu problemi gördüm deyə gələ bildim. Yəni başa düşdüm ki, bu və bunu problem adlandırdın. Bəli, mən gördüm ki, məsələn mən hazırda bunu da dilə gətirmək lazımdır ki, gənclərin də bəzi problemləri var. Məsələn, Azərbaycanca kitabların olmamağı, tərcümə. Məsələn, mən indi hansısa kitab oxumaq istəyirəm, görürəm o Azərbaycanca yoxdur. Deyirəm ki, hə, sonra oxuyaram. Nə vaxtsa kimsə bunu tərcümə eləyər və mən o kitabı oxuyaram. Hansısa bir film izləmək istəyirəm, görürəm Azərbaycanca dublyaj yoxdur və mən artıq dilimi qatmaq istəmirəm. Bu məsələyə başqa cür yanaşma ola bilər ki, yəni dil bilməyi, dili inkişaf elətdirmək üçün fərqli dildə kinoya baxmaq, mən sadəcə bunu öz dilimizi qorumaq baxımından deyirəm. Yəni hansısa dili inkişaf elətdirmək üçün baxılan filmdən, oxunan kitabdan danışmıram. Sadəcə öz dilimizi qoruya bilməkdən danışıram. Yəni üstündə işləyə biləcəyimiz bir çox istiqamət var bu ilə bağlı, amma mən bəzən düşünürəm ki, bunun üçün bizim yetərli
Yəni əlimizin altında olan yetərli vasitələr yoxdur. Yetərli sözü var. Yetərincə, Var. yetərincə. İyi deməsə, amma belə yetərli. Yetər qədər, yetəri qədər ola bilsin. Məsələn, bu da rek ola bilər. Yetərli yox, yetərincə, yetəri qədər, kifayət qədər, kifayət qədər demək daha yəni arzulanan deyil. ola bilər. Yəni məsələn, odur ki, məsələn mən bu mövzudan danışıram, amma özümü ifadə etmək üçün bəzən səhvən, hətta özüm belə fərqində olmadan türkcə sözdən istifadə edirəm və yaxşı ki, ətrafımızda belə insanlar olur ki, bunu düzəldir və mən artıq falan demirəm, filan deyirəm. Məsələn, bu gün mən bütün günümü, yəni son saatlarımı bunun üstündə işləmişəm ki, filan deyim. Çünki bu çox uzun müddətli formalaşan bir şeydir. Bunu O dəyişmək zənciri üçün də qırmaq bir qədər çətindir. bu Başa zənciri qırmaq üçün düşüləndir. birinci növbədə burada bir zəncir olduğunu başa düşmək lazımdır. Bunun bir problem olduğunu. Yəni mən belə fikirləşirəm. Bu yaxınlarda ölkə başçısı yerli kanallara müsahibəsində dilin qorunmağın nə qədər əhəmiyyətli olduğunu deyib. Bundan sonra dövlət səviyyəsində bir sıra işlər görülüb. Amma o keçirilən təlimlərdən, o startaplardan, o təşəbbüslərdən nə qədər insanın xəbəri var, nə qədər insan onlara qoşulacaq və nə qədər insan onlardan yararlanacaq.